Hamıya salam, mən Xədicə və bu kanalda abituriyentlərə və tələbələrə faydalı olacaq məlumatlar, videolar paylaşıram. Bugünkü videonun mövzusunu isə siz seçmişsiniz. Mən anket paylaşımı elədim və siz orada ən çox seçdiyiniz, yəni ikisi arasında qaldı səslə, çünki müxtəlif platformalarda bu anketi paylaşmışdım. Universitetin ilk günü birinci kurslar nə etməlidir onlar üçün, ümumiyyətlə universitet illərində. Bir də ki, universitet illərində özümüzü necə inkişaf eləyək, bu barədə danışmamı istəmişsiniz. Daha çox ikinci mövzu seçilmişdi. Ona görə ikisini mix eləyib bu videoda istəyirəm danışım sizə. Ehtiyac olsa növbəti dəfə videonun ikinci partında çəkərik. Ona görə istəmirəm mövzunu çox uzatmaq və sabah artıq siz bu videoya bugün axşam baxacaqsınız. Mən də indi bu dəqiqə çəkirəm, 14 sentyabrda hal-hazırda çəkirəm və axşam da editləyib paylaşacağım sizlə ki, dərsə getməmiş bu videoya baxıb elə gedəsiniz. Çünki bu həqiqətən də önəmlidir, ilkin yaradacağınız təəssürat. Videonun ilk hissəsində 15 sentyabrda müəllimlərdə və ümumiyyətlə insanlarda yaratmalı olduğunuz təəssüratla bağlı danışacağım. Sonraki hissələrdə necə inkişaf edə bilərsiniz, o barədə danışacağım. Bu inkişafı da tək başına eləmək biraz çətindir. Mentordan danışmıram hələ ki, amma bir neçə partneriniz olsa yaxşı olar bu barədə. Onun üçün də mən bir platforma üzərində işləyirəm hal-hazırda. Ona görə də istəyirəm ki, hamınız orada ola biləsiniz ki, bir-birinizlə əlaqədə olasınız. Bu belə. Birinci gəlin başlayaq ki, siz ilk günü, universitetin ilk günü necə eləməlisiniz, nəyin hansı hissədə eləməlisiniz. Daha doğrusu nəyi nə şəkildə eləməlisiniz. Bu videonu maksimum az editli eləməyə çalışacağım ki, tez paylaşa bilim. Edit çox vaxtımı almasın. Ona görə bu videonun editi çox da professional olmayacaq, amma daha sonra edit üzərində sonraki videolarda işləməyə çalışacağım. Ona görə bu barədə məni üzülür bilərsiniz. Videoları sizin üçün daha maraqlı və orada izlənilə bilən hala gətirməyə çalışacağım sıxılmadan. Deməli, sabaha dərsə gedirik. Birinci axşam rahat yatın, qəşəng yatın ki, gözləriniz şişib eləməsin. Və əsas point odur ki, hər birimizin özümüzdən böyük bir universitet tələbəsi tanışımız yoxdur. Yəni, belə bir şansımız yoxdur. Mənim də yox idi, məsələn. Ona görə də çətin. Mənim var idi, çox-çox böyük idi də. Yəni, mən istəyərdim ki, bir kurs, iki kurs böyük olsun ki, mən ondan soruşa bilim. Hələ eyni universitetdən olsa daha yaxşı olar. Amma mən indi həmin tələbə olaraq sizə bəzi məlumatlar verəcəm. İlk kursda gedirsiniz sabah dərsə. Sabah yaradacağım, mən bu tərəfə baxıram, sizə baxmalıyam. Sabah müəllimlərdə və digər tələbələrdə yaradacağınız təəssürat çox önəmlidir. Sabah nə yaratdınızsa, sonra onu dəyişdirmək çox çətin olacaq. Yəni sizə deyəcək ki, mən sənə bir aydır belə adam bilirəm, 3 aydır belə adam bilirəm. Mənə hələ keçən il 3-cü kursda qrup yoldaşlarım bəziləri deyib ki, uydu mən səni elə bilirdim. Tutaq ki, birinci kursda mən ilk gün çox belə özümü belə soyub, belə aparırdım. Əslində elə insan deyiləm, amma yəni siz də bunu görə bilirsiniz. Amma elə bir təəssürat yaratmışdım və bu özümü qoruma mexanizmam idi mənim. Ona görə dönənə qədər mənə hamı deyirdi ki, sən çox soyuq, belə nə bilmək, hamı ilə pis falan belə görsənirsən. Ona görə də yaratdığımız təəssürat önəmlidir. Amma mən uşaqlar, yəni tələbələr tərəfindən şanslı deyildim. Onlar məni çox sevə bilmirdilər. Amma müəllimlərin ən sevdiyi tələbə olmuşam. Həm tələbəlik həyatımda, həm məktəb həyatımda və bunu çox xüsusi heç nə eləməmişəm. Bu biraz necə deyərlər, mən çox interaktiv olduğuma görə və indi bunu sizə də öyrədəcəm ki, siz necə interaktiv ola bilərsiniz ki, müəllimlərin sevimlisi. Müəllimlərin sevimlisi olandan sonra tələbəlik həyatı, tutaq ki, indi çətinlik burada olursa normalda, müəllimlərin sevimlisi olanda burada olacaq da, yəni çox asan olacaq həyat sizin, tələbəlik həyatı sizin üçün. Ona görə ilk gün getdiniz, qabaqda oturursunuz, bu birinci məsələdir. Qabaqda oturmaqla da iş bitmir. Bu barədə post yazmışam Instagramda, onu da qoyaram buralara necəsə. Aşağıda descriptionda linkini qoyaram, oradan oxuyarsınız o postu da. Qabaqda oturun və müəllimin hər fənnin öz müəllimi olur da, bilirsiniz. Yəni, siz tutaq ki, sabah 3 fən keçəcəksinizsə, ola bilər 3 saat olsun dərsiniz, mühazirəsi. Mühazirədə müəllim danışır uşaqlar. Müəllim nə isə izah edir, seminarda siz danışırsınız. Amma ilk dərsdə ancaq müəllim danışacaq və sizdən suallar soruşacaq, sual verəcək sizə. Və müəllim hər mövzu haqqında söz deyə bilər sizə. Məktəb həyatınız haqqında soruşa bilər, nə bilmək, dünya görüşü ilə bağlı bir mövzudan danışa bilər. Məsələn, yadımdadır ki, bizim müəllimimiz İsmailinin Baskal kəndindən danışmışdı ilk dərs günü və mən oranı bilirdim deyə, mən də ora bir dənə rəy atdım. Sonra nə bilmək, İKT müəllimimiz uşaqların birinci kursda nə bilim, nəyin necə olduğuna falan belə şeylər danışdım və öz fikrimi bildirirdim. Qabaqda otururdum və müəllimlə daim belə bir əlaqədə olurdum, söhbətdə olurum. Bu hələ də belədir və özümdən asılı deyil. Yəni, bunu bilərək eləmirəm ki, müəllim məni sevsin. Bu özümdən asılı olmadan belə yaranır. Yəni, mən avtobusda yanımda oturan xala ilə də hamısı ilə tanış oluram da. Yəni ki, bu bir xasiyyətdir. Bu xasiyyət hamınızda olsa çox qəşəng qabağa gedə bilərsiniz. Bu sirri bölüşmək istəməzdim, amma ki, artıq bölüşdüm.
Yəni ki, müəllimlə davamlı şəkildə, bunun üçün təbii ki, özgüvənli olmalısınız da. Yəni özgüvən də durduq yerə yaranan bir şey deyil, onsuz da işləməlisiniz. Nəsə dərin mövzularda özünüzü məcbur eləyin ki, bunu eləyəsiniz. Heç nə, müəllimlə davamlı olaraq siz şeydə olduqca, əlaqədə olduqca, müəllimin artıq yadında siz qalacaqsınız. Mənim adımı bütün müəllimlər bilir. Müəllimin ağlında sənin adın qalandan sonra sən dərsi oxumasan da, hazır olmasan da, o sənə nifrət eləyə bilmir. Çünki sən onun sevimlisi olursun. Çünki sən onun həmişə hər mövzusunda ondan davamlı danışıqdır. Yəni onun ağlında qalırsan da. Point budur əslində. Müəllimlərin ağlında mütləq qalmalısınız. Qabaqda oturmağı dedim, qızlara aiddir indi deyəcəyim hissə ki, çox makyaj eləməyin və çox açıq geyinməməyə çalışın. Ola bilər bu sizin tərzinizdir. Yəni bunlara qarışmıram da. Mən okeyəm, çox da yaraşır qızlara hər cürə geyim. Sadəcə olaraq, əgər siz istəyirsinizsə ki, tələbəlik həyatınız biraz asan keçsin, biraz heç kim sizə deyib dolaşmasın falan filan da, ona görə o halda yəni siz biraz onlara diqqət eləməsiniz. Çünki universitetlərdə hələ də yaşlı müəllimlər var və aydındır ki, anlaşılandır ki, onların necə deyərlər, nəylərinə, dəyərlərinə bu ziddir də ki, biz açıq giyinək ya biz nəsə belə bir şeylər çalışın ki, eləməyəsiniz. Amma yenə də özünüz bilərsiniz əlbəttə ki, makyajdakı çox eləməməyə çalışın dediyim kimi. Çünki digər kurslar tərəfindən də çox xoş qarşılanmaq, yəni gülmək mövzusu olmaq heç kim istəməz də. Siz zaten birinci kurs olduğunuz üçün zaten gözlər sizin üzərinizdə olacaq. Hələ bir də siz ekstra hazırlaşıb gedəndə, onda da biraz şey baxırlar da. Yəni bu bizim millətdəndirmi, yoxsa hər yerdə belədirmi onu bilmirəm. Amma ki, yaxşı olar ki, eləməyəsiniz. Məsəl üçün, mən nə geyinmişdim? Kombinimi tapsam, bura qoyaram. Cins şal var, bir də ki, qara rəngdə polo kofta. Belə. Amma ayaqqabılarım biraz abartı idi rəngi, məsəl üçün. Hamının yadında ayaqqabımın və su qabımın rəngi ilə qalmışam. İkisi də bu rəngdə idi, divar rəngində idi. Belə. Bu deyəcəklərim bu hissəsi bu qədər idi. Mütləq dəftər götürün özünüzlə. Qızlar, oğlanlar, hamı mühamiyyətdə. Mütləq dəftər və sonunda qeydlər aparın özünüzdə. Bu möhtəşəm bir yadda qalma metodudur. Yəni müəllim görəndə ki, sən onun kimisən, yəni müəllimlər, indiki müəllimlərin bir çoxu vaxtında qeyd aparma, yəni mühazirələri yazan, necə deyərlər, hissədən idi də. Yəni indi bizə mühazirələr yazdırılmır da, ən azından bizim universitetdə elədir ki, hər şey bizim PDF şəklində bizə verilir, kabinetimizdə var. Amma mən hələ də yazıram, çünki mən çox sevirəm yazmağı. Və bu müəllimlər üçün tərəfindən çox yaxşı qarşılanır. Amma gənc müəllimlər ola bilər ki, buna çox da əhəmiyyət verməz. Əsas biraz orta yaşlı müəllimlər bunu çox bəyənir yəni. Sonra deyəcəyim şey o qədər də çox yoxdur. Birinci kursla bağlı bunlardır, yəni sabahki gündən bağlı. Nə sualınız olsa mənə yaza bilərsiniz. Bir də nəyi deyəcəm? Siz, bunu postada yazmışam. Bu il qəbul olan, neçə nəfər qəbul olmuşdur? 56 min nə qədərsə adam qəbul olub bu il. Onlardan yalnızca birisiniz. Özünüzü çox belə soyuq aparmağa çalışmayın. Bu yaxşı bir şey deyil. Bunu mən eləmişəm. Ona görə də bunu eləməyin. Yaxşı? Fərqlənmək istəyirsinizsə hamımız fərqliyik. Hamımız fərqliyik və təkik. Xasiyyətinizlə fərqlənə bilərsiniz. Məsəl üçün bir şey fərqləyim. Mən məsələn təşkilatçılıq bacarıqlarım. Özümdən daim nümunə verməyimin səbəbi özümü tərifləməyim deyil. Sadəcə dediyimi əsaslandırmağa çalışıram ki, nə ilə nümunə göstərim ki, siz buna eləyə biləsiniz. Mən məsəl üçün heç nə eləməsəm də fərqlənə bilirəm. Çünki mənim təşkilatçılıq məndədir, yəni təşkil edirəm bütün tədbirlər falan filanı. Nə bilim, çox belə kommunikasiyam var hamı ilə falan. Belə şeylərdə, yəni ki, yadda qalacaqsınız onsuz da. Amma o şeylə yadda qalmayın da ki, siz soyuqsuz, beləsiz falan, yox. Hamı ilə münasibət qurun, amma heç gündən belə canım, cicim, bacım münasibəti qurmayın ilk günlərdə. Və özünüzə uyğun dostlar seçin. Bütün günü molda fırlanacağınız dostlar yox. Xahiş edirəm, bu çox önəmli bir pointdir. İndi gəlirik elə bunu deyəndən sonra da gəlirik inkişafa. Universitet illərində özümüzü necə inkişaf edək? 4 il sizə çox böyük bir müddət kimi gələ bilər. Məsəl üçün, mən necə olmuşdu? Tələbə biletlərimizi alandan sonra, indi onun haqqında danışacağım. Tələbə biletlərimizi aldıq. Mən biletə baxırdım. Universitetin darvazasından girəndə bileti göstərdi. Biletə baxıram, UNEC yazısına baxıram, biletə baxıram, ona baxıram ki, bu 2026 haçan gələcək, nə qədər vaxt var bunun gəlməyə və 2026 artıq bir 5-6 ay qalıb ki, mən məzun olum. Çox üzücü bir şeydir mənim üçün. Çünki məndən olsa, mən 80 yaşıma qədər UNEC-də oxuyaram. Mən universitetimi çox sevirəm. Həm kollektivini, hər şeyində, yəni çox sevirəm mən universitetimi. Həm də ixtisasımı da çox sevirəm. Və bir zamanlar bu mənim xəyalım idi. Ona görə mən bunu bilərək yaşayıram ki, bu mənim xəyalım idi və mən hal-hazırda bunu yaşayıram. Bunu unutmayın. İndi qəbul olduğunuz ixtisas sizin 3 ay əvvəlki, 5 ay əvvəlki, balaca, nə bilim, Xədicənin, Aynurun, Ayselin xəyalı idi. Tamam mı? Bunu bilərək yaşayın və daim şükür eləyin olduğunuz yerə.
Hə, bunları da keçdikdən sonra nə deyəcəydim? Bax, tələbə biletimizin verilməyi vaxt alır, bir 3-5 ay o alır, stipendiyaların gəlməyi 3-5 ay nə idi? Tələbə bileti 1 ay falan, oktyabrın əvvəl verilmədi. Biraz o vaxt alır, biraz bu vaxt alır. Bir də görürsünüz ki, yanvar gəldi, sonra may gəldi, birinci kurs qutardı. Heç nə eləmədiniz birinci kursda. Yəni ki, deməyim odur ki, onu gözləyərək bizi daima gözlədirlər nə üçünsə. Yanvaracan imtahanlar gözləyin, apreldə midtermlər olacaq, noyabrda da olur, o tərəfə baxın. Nə bilim, hər şeyi bir damcı gözlədirlər də bizi. Yəni, davamlı qabağımızda bir mərhələ olanda biz ona çatmalı, belə olur məsəl üçün. Budur, buna çatdıq, bu var sonra, buna çatdım, bu getdi, buna çatdırsan, sonra buna çatdırsan, buna çatdırsan, özünlə məşğul ola bilmirsən. Daim nəyəsə hazırlaşmaq, hansısa imtahan, bu sistemin qurduğu bir şeydir əlbəttə ki, sən daim nəyəsə hazırlaşasan, nəyəsə gözləyəsən və özünə vaxt ayıra bilməyəsən. Bu yanlış bir şeydir. Ona görə planınızı çox düzgün qurmalısınız. Çox yaxşı olar ki, mentorla işləyəsiniz və o sizin yerinizə bu planı qurub sizə nə etməli olduğunuzu desin. Amma əgər alınmırsa da, bunu özünüz də eləyə bilərsiniz, öz planınızı özünüz qura bilərsiniz. Ondan sonra nə deyəcəm sizə? Yəni planınızı qurursunuz və qəşəng hazırlaşırsınız. Bu universitet illərini çox qəşəng istifadə edirsiniz. İngilis dilini bilmirsinizsə, sizə çox ayıb olsun. Artıq başlayın bu dili öyrənməyə. Yəni bilməlisiniz. İngilis dilini mütləq bilməlisiniz. Çox istəyirsə rus dili də öyrənə bilərsiniz yanında. Tövsiyəm olar ki, İngilis dilindən sonra hər hansı bir başqa bir dil öyrənəsiniz. Həm Avropa ölkələrinin bir dili ola bilər. Yəni bilim Çin dili ola bilər, Koreya dili, Yapon dili ola bilər. Bunlara da çox tələbat artır artıq. Və bilsəz, tələbat nə mənada artır? Yəni qazancınız artır o dili biləndən sonra, qazanacağınız məbləğ artır. Hər dili yeni bir dillər, milləti, ölkəni öyrənmək kimi anlayasan. Amma mən düşünürəm ki, hər dili öyrənəndə sən düşün ki, maddi durumun artır. Çünki dillər bizə həqiqətən də bunu gətirir. Bu da belə. Yəni bir dənə dil öyrənməyə başlayırsınız mütləq. Hər il üçün özünüzə bir hədəf qoyun. Tutaq ki, ingilis dili həm. İndi yəqin ki, çoxunuz A2-sizdə, əgər universitetə qəbul ola bilmirsinizsə, demin imtahanı verib. A2-sizsə tutaq ki, ingilisindən. Hədəfimiz olsun ki, birinci kursda B1-i qutarmaq, birinci kursun sonuna B1-i qutarmaq, ikinci kursda B2-ni qutarmaq, üçüncü kursda C1 olmaq və 4-də də IELTS-inizi almaq tutaq ki. Daha tez ala bilərsiniz, IELTS-i almaya da bilərsiniz. Yəni IELTS-a görə oxumur da, heç kim ingilis dilini bilmək lazımdır. Əlavə bir dil hədəfi də qoymağınızı tövsiyə edirəm. Mənim səhvimdir bu. Ondan sonra sizə nə deyəcəm? Mənə bir rəy gəlmişdi, reply gəlmişdi həmin anket olan story-mə, onu buraya yerləşdirəcəm. Həqiqətən də mən özüm məsəl üçün işləməyə çox başım qarışdı və başqa nə öz inkişafıma da vaxt ayıra bilmədim, nə də bu cür şeylərə vaxt ayıra bilmədim, əyləncələrə falan. Tamaşa qrupu, Artistan deyə bir birlik var, təşkilat mı deyim, birlik mi deyim. Yerləşdirərəm bura Instagramlarını. Bax, ora qoşula bilərsiniz. Orada pulsuz tamaşaları falan paylaşırdılar bizim dönəmimizdə. Düzdür, mən heç birinə gəlib çıxa bilmirdim. İşlə və s. əlaqəli. Tamaşalara mütləq getməyə çalışın. O sizə çox yaxşı təsir edəcək. Konsertlərə getməyə çalışın, gedin. Təşkilatlar, festivallar falan olur, onlara gedin. Mütləq təşkilatlara qoşulun. Universitet daxili təşkilatlar çox belə adi baxıla bilər, amma adi deyil. Onlarda olan necə deyərlər, fəaliyyətiniz gələcəkdə sizə həm universitet əlaqələrində kömək olur. Universitetin artıq rəhbərliyinə sizin bir əlaqəniz olur da. Həm də ki, daha sonralarda siz oradakı təcrübəmizdən faydalana bilirsiniz. Bəzi müsabiqələrdə falan ya da ki, iş təcrübəsi kimi onu vermək olur. Ona görə universitet təşkilatlarına diqqət eləyin. Universitet daxilində olan tədbirlərə də qoşulun. Və təşkilat iş deyil. Təşkilatda varsınız və yanında da bir işə də qoşula bilərsiniz, bir işdə işləyə bilərsiniz. Və təcrübələr paylaşırlar və siz görürsünüz, deyirsiniz ki, ayda son kurs tələbəsi istəyir falan. Bu təcrübələrə siz yenə də yəni ki, müraciət eləyin. Müraciət eləyin. Məqsədiniz burada qəbul olmaq olmasın. Zaten sizi götürməyəcəklər çox güman ki, əgər 4-cü kurs istəyirlərsə. Amma sizin o müraciət periodu barədə bir təcrübəniz olsun da. Onu eləməyə çalışın, o önəmlidir. Ondan sonra nə deyim sizə? İşləmək, tələsməyin işləməyə. Amma işləsəz yaxşı olar, çünki bu təcrübə baxımı. Məsəl üçün, mən ofisant olsun, kafedə barmen, bu şəkildə şeylər işləməmişəm. Amma yaxşı olardı ki, işləyərdim. Ən azından 2 ay, 3 ay da olsa belə bir təcrübənin olmağı çox yaxşıdır ki, siz müxtəlif insanları tanıya bilirsiniz. Çünki siz müştərilərlə birbaşa əlaqədə olduğunuz bir işlərdir də bunlar. Müştərini də tanıya bilirsiniz, nə qədər insanı tanıyırsınız və sizin gələcək karyeranız üçün möhtəşəm bir azamdır. Aha, uzun sözün qısası bu təşkilatlarda da, bu işlərdə də işləməyə maksimum çalışın və digər bir məsələyə gələndə də hər gördüyünüz vakansiyaya müraciət eləməyin. Məsəl üçün,
şirkəti birinci araşdırmaq lazımdır. Bu nə işdir, nə istəyir səndən ümumiyyətlə. Və müsahibədən sonra, artıq müsahibədə siz işə götürəndən bir kontaktda olursunuz da. Əgər çox böyük şirkət deyilsə, işə götürənin özü birbaşa sizlə əlaqədə olur. Diqqət edin, kimdir bu adam, nəçidir, araşdırın, mütləq araşdırın. Çünki hal-hazırda dəhşət çox şirkət adı ilə fəaliyyət göstərən insanlar var və gənclərin təcrübəsizliyindən, biliksizliyindən istifadə edirlər. Mən o qədər adam tanıyıram ki, müqaviləsiz nə qədər müddət işləyir. Müqaviləsiz işləmək ümumiyyətlə qanunsuz bir şeydir. Və sizi kim buna çağırış eləyirsə, biz sizə ola bilər deyərlər ki, vergiyə verəcəyimizi sənə verərik də falan. Bunlar yanlışdır. Bunlar olmaz. Olmaz, tamam mı? Ona görə də diqqət edin, xahiş edirəm, araşdırın. Sizi işə götürən şəxsi də, şirkəti də, oradan əvvəlcə orada işləmiş insanlarla maraqlana bilərsiniz. Elə sözün bu yerində də gəlirik ki, LinkedIn profili. Birinci kursun ilk günündən elə sizin LinkedIn profiliniz olmalı. Ona görə biz 21 sentyabrda görüş təşkil edəcəyik öz abituriyentlərimdən. İştirak etmək istəyən olsa və bu mümkün olsa, məndən əlaqə saxlayın. Mən nömrəmi descriptionda yazacağam. O nömrə ilə əlaqə saxlaya bilərsiniz. Əgər alınsa, siz də gəlin. LinkedIn profilləri haqqında danışacağıq və sizin LinkedIn profili üçün şəkillərinizi çəkiləcək. Yəni uzun sözün qısası, LinkedIn önəmli bir platformadır ki, siz orada məlumatlı olasınız iş həyatı ilə və iş həyatında olan insanlarla birlikdə, yəni onlarla məlumatlı olasınız, kontakt olasınız. Karyeranızı hər hansı bir 3 aylıq, 5 aylıq işləyəcəyiniz bir şirkətdəki vakansiyanın bəlli eləməyinə icazə verməyin. Məsələn, mənim karyeram biraz elə yönlənib. Peşmanam deyə bilmərəm, peşman deyiləm. Amma mən marketinqdəyəmsə bugün, səbəbi ilk iş yerimdir. Çünki mən orada fəaliyyət göstərəndə artıq düşünmürdüm ki, mən elə füsuda marketinqdə işləyərəm. Belə bir düşüncəm yox idi. Gələcəyə yönümlü bir planım yox idi karyeramla bağlı. Odur ki, mən indi marketinqdəyəm. Yəni bu öz-özünə formalaşdı da. Bunu mən özüm planlaya bilərdim də, planlı şəkildə eləyə bilərdim, amma eləməmişəm. Ona görə də mentorunuz olması çox yaxşı olar. Mən də hal-hazırda öz mentorumun axtarışındayam. Çünki öncəki mentorumdan artıq yollarımız aralandı. Odur ki, yeni mentor axtarıram mən də. Və bu məsələ də belə. Əlavə olaraq da sizə nə deyəcəm? Dostluq münasibətlərində ehtiyatlı olun biraz və hər şeyinizi açıb danışmayın. Bu əsas məsələdir. Bir də ki, çalışın qrup yoldaşlarınızla aranız yaxşı olsun. Çünki siz 4 il bir yerdə olacaqsınız və o münasibətlər korlanmasa çox yaxşı olar ki, həm 4 il ərzində qəşəng bir şeylər eləyəsiniz, həm də ki, ümumiyyətlə də 4 ilin sonunda da sizin əlaqəniz qala bilsin. Bir də istifadə aludəçiliyi deyim də, tüketim çılğınlığı deyirlər. Hal-hazırda başalıb gedir və sizin qrupdakı qızlarda da yəqin ki olacaq, oğlanlarda çox yoxdur belə şey. Qızlarda da yəqin ki olacaq, ehtiyatlı olun ondan, qızdan yox ha, o aludəçilikdən. Məsəl üçün 5 dənə sənin Guess sumkan olmasına ehtiyac yoxdur. Ya da nə bilim 5 dənə Louis Vuitton ayaqqabının olmasına da ehtiyac yoxdur. Bir dənə al, qəşəng şey al və o 5-cilərə, 4-cülərə verəcəyin pulla da kursa get, nə bilim bir təlimə yazıl. Təlim demişkən, bir də ki uşaqlar beynəlxalq təlimlər olsun, beynəlxalq təşkilatlar olsun. Bunlarla çox maraqlanın. Bax, Erasmus Student Network dedim də bayaq. Erasmus Plus bağlanıb, yəni ki bizim 6 aylıq exchange eləyir deyə. Yəni daha əvvəl, indi başqa ölkələrdə var, Azərbaycanda yoxdur hal-hazırda. 6 aylıq bir semestri, yəni biz başqa xarici bir universitetdə təhsil alıb qayıdırdıq ölkəmizə. Artıq o yoxdur, amma qısa və uzun müddətli Erasmus layihələri olur. Sizin bütün xərcləriniz qarşılanır, siz Avropada, ya bunun könüllülüyü olan da var, Avropada könüllü olursunuz qısa və ya uzun müddətli. Ya da ki 4-5 günlük təlimlərdə iştirak edirsiniz, çox əla bir fürsətdir. Bundan da məlumatı da Isaac-də də var, bu mən bilən, onlar da təşkil edir, ya deyəsən Erasmus'la əlaqələri var, dəqiq bilməm o hissəni maraqlanmamışam. Amma o təşkilatlara qoşulanda da zaten görəcəksiniz. O təşkilatlara qoşulmaqda da həm məqsədiniz düzdür, özünüzü inkişaf elətdirmək olduğu qədər yeni insanlar tanımaq və onlardan eşitmək də olacaq. Çünki hər birimiz indi bilirəm ki, İSE-də ya da BANMA qəbul olmamışıq da. İSE UNIAC-ın İngiliscə fakültəsidir. BANMA falan bu cür belə super ekstra qəşəng fakültələrinə qəbul olmamışıq. Bəzi yerlər olacaq ki, bizim qrup yoldaşlarımız sadəcə belə baxacaq və 4 il belə gəlib gedəcək. Olur belə. Və siz bu insanlarla əhatələnməməlisiniz. Siz daha çox inkişafa meyilli insanlarla əhatələnməlisiniz və əgər qrup yoldaşlarınız belə insanlar deyilsə də, bu təşkilatlara qoşulduqdan sonra sizin tanışlarınız elə insanlar olmağa başlayır.
biri gedəcək, sertifikat alacaq, deyəcək ki, mən sertifikat aldım, sən deyəcək, məndə niyə yoxdur? Yəni burada bu qrupdakı qız deyəcək ki, mən 5 dənə sumka aldım, sən də deyirsən, mən də gedim, ya da deyəcək ki, molda endirimlər var, bunlar da olmalıdır, ya mən demirəm olmasın, mən özüm nə qədər eləmişəm. Bunlar da olmalıdır, amma hər gün yox. Bu birisi qız deyəcək ki, o təşkilatdan sonra dırnaqım. O təşkilatdan tanıdığımız qız deyəcək ki, gedək filan kursu bax, filan təlim var, gedək ora bəlkə. Bu ikisi arasındakı fərqi görürsünüz də, ikisi də lazımdır. İki növ dostumuz da olmalıdır. Amma bu mütləq olmalıdır. Bu olmasa da olur, bunu özümüz də eləyə bilərik. Amma bu mütləq olmalıdır. Çünki sizin taleyinizi həll edən nöqtələrdən biridir. Biz nə qədər desək də ki, mən özüm bilərəm, mən heç kimdən asılı deyiləm, heç kimdən təsirlənmirəm. Amma təsirlənirsəniz 4 gün deyəcəyim, 4 il hər gün bu adamdan görüşəcəksən də sən əlbəttə təsirlənəcəksən. Odur ki, sən də ona təsir edə bilərsən bu arada, təsir gücün güclüdürsə. Məsələn, mən hal-hazırda işlədiyim yerdə artıq kitab oxumağa təşviq eləmişəm bəzi insanları və bu mənim üçün çox qürur verici bir şeydir. Və mən bilə-bilə kitabı əlimdə saxlayıram, həmişə sumkama qoymuram. Yayda belə idi, indi qışda yəqin ki, sumkamda olacaq. Metroda oxuyuram, avtobusda oxuyuram, ayaq üstə oxuyuram. Bunu düzdür, özümə görə də eləyirəm təbii ki. Amma çox qəşəng bir təşviq operasiyasıdır. Mən heç də görmüşəm ki, mənlə eyni anda mən kitabı belə tutub oxuyuram, yanımdakı da oxuyur. Yəni o da oxuyur. Mən telefonumu götürüb yazışa da bilərəm, amma eləmirəm. Çünki mən daha yaxşı şeylərə insanları təşviq eləməyə çalışıram. Yəni siz də belə eləyə bilərsiniz. Mən də bu arada qəşəng dostlar axtarışındayım hal-hazırda ki, bir yerdə inkişaf eləyə bilər. Var öz dostlarım, amma yenilərini də istəyirəm. Çünki tanışlıqlar gözəl şeydir. Nə qədər yaxşı və maraqlı insan tanısan, məncə həyatın o qədər yaxşı və maraqlı olur. Mənim düşünürəm ki, deyəcəklərim bu qədərdir. Əgər ki, bir şeyləri unutmuşamsa, aşağıda yazmağa və ya bu videondan bir dənə də çəkməyə çalışaram. Və mən hal-hazırda bu videonu yekunlaşdıracağam. Və məndən hansı tip videolar istəyirsinizsə aşağıda yazın. Mən çünki tam belə təhsil eləmək istəmirəm. Biraz sizin üçün maraqlı bir şeylər də çəkmək istəyirəm. Ona görə də sizə nə maraqlı gələrsə, nəyi bilmək istəyirsinizsə, nə var, nə yox, hamısını aşağıda kommentariyada yazın ki, mən onları sizin üçün çəkməyə başlayım. Və bugün yağış yağır, mənim də enerjim çox qəşəngdir. Sabah da ola bilər yağış yağsın, ehtiyatlı geyinin əyninizi. Bir də tez çıxın evdən universitetə getmək üçün ki, gecikməyin. Çünki mən ilk dərsimə 50 dəqiqə gecikmişdim, yəni. Düzdür, sağ olsun o müəllimin yadında o cürə qalmadım. Amma yenə də ehtiyatlı olun, gecikməyin və ehtiyatlı geyinin. Sağ olun, görüşərik. Bu videonu əgər istəyirsinizsə paylaşa bilərsiniz dostlarınızla və istədiniz, istəmədiniz, zəhmət olmasa abunə olarsınız. Sağ olun.